Uşaqlar necəsiz? Bugün 12-ci unit readingi izah edəcəm. Artıq burada oxumağa vaxt sərf eləmirəm. Özüm oxumuşam. Nəzərə alıram ki, siz də oxumusunuz. Deməli, birinci tapşırıq bizə mətnin nə haqqında olduğunu soruşur. Təkrar vurğuluram. Burada elə bir variant seçirik ki, bu variantı oxuyan tekstdə oxumadan başa düşməlidir ki, burada söhbət nədən gedir. Saman və ot. Bunu çəkir, amma bütün tekst bu haqqında deyil. Check-ups for horses. Atların check-up'ı ilə bağlı. Yəni orada bu fikri vurğulayır, ancaq ki bütün tekst bu haqqında deyil. Some of the special animals. Xüsusi heyvanlardan bir neçəsi demir. Sadəcə bir heyvandan bəhs edir. Müxtəlif rənglər və ölçülər, yenə deyirəm, buna toxunsa da bütün tekst bu haqqında deyil. Amma one of the amazing animals, möhtəşəm heyvanlardan biri, bəli. Nə olsun ki, atın adını çəkmir. Amma ümumi məna möhtəşəm heyvanlardan biri. Yəni at. Bütün tekst atlar haqqındadır. Atların rəngləri, necə insanlarla əlaqə qurması falan müxtəlif aspektlərdən toxunur. Yəni atları izah edir burada bizə. İkinci tapşırıqda bizdən səhvi istəyir. Horses are plant eaters. Atlar ot yeyənlər. Bəli, heç tekstdə təkrar oxumağa ehtiyac yoxdur. They come in the same colors and sizes. Yəni tekstdə təkrar oxumağa ehtiyac yoxdur. Əminəm ki, siz həyatınız boyunca televizorda, ən azından televiziyada olsa belə at görmüsünüz ki, və bilirsiniz ki, onlar eyni rəng və eyni ölçüdə deyil. Elə B bəndi səhvdir. O qədər əminəm ki, heç o birisləri oxumuram. Üçüncüdə bizdən düzgün cavabı istəyir. What does being around them bring? Onların ətrafında olmaq bizi necə hiss elətdirir? Nə verir bizə? A sense of link with the nature, təbiətlə bir bağ, hissi və happiness, xoşbəxtlik. 2, 4. Sadness, kədər vermir, disappointment, məyusluq vermir. According to the passage, which statements are true? Bizdən düzgünləri istəyir. They have wild natures. Bu qalsın, bu məncə səhvdir, amma qalsın hələ ki. If you want one, you have to be friendly. Əgər atınız varsa, onların dostcasına davranmalısınız. Əlbəttə ki, bütün heyvanlarla biz dostcasına davranmalıyıq. You have to feed them with enough food. Bəli, yetər qədər ərzaq verməlisən. They are used for different aims. Bəli, idman, idman, iş və digər məqsədlərdən istifadə edirik. Hay is not eaten by them. Əksinə, onlar saman yeyir. Bu da cümlədə səhvdir. Burada deyir ki, yemir. Deməli, they have wild natures. Onların vəhşi təbiəti yoxdur. Onlar insanlara sadiqdirlər, artıq əhilləşiblər. Deməli, cavabımız olacaq 2, 3, 4. Horses are creatures. Necə varlıqlardır otlar? Güclü və elegant. Delicate, zərif deməkdir. Nə mənada zərif? Asanlıqla qırıla bilən, çox incə zərif. Kiçik, small deyirlər, scary, qorxunc deyirlər. 1, 4.